Bismillahirrahmanirrahim. Bağışlayan ve mehriban Allah'ın adıyla sonsuz şükürler olsun alemlerin Rabbine ki bugünkü günü bizlere nasip elədi. Hayırsever dostlarımızın təşəbbüsü bugünkü gün müəyyən qədər, başardığımız qədər inşallah təşəbbüs göstərdik və qurban kəsməyi Allah bizlərə nəsib elədi. Çox şükürlər olsun ki 2 dənə dana inşallah kəsib kəndimizin ehtiyaclı ailələrinə paylayacağıq. Və həddən artıq ehtiyaclı olan ailələrə isə, evində xəstəsi olan ailələrə isə müəyyən qədər pul ayırmaq fikrindəyik. İnşallah Allah hamının qurbanını ali dərəcədə qəbul eləsin. Çox sağ olun, diqqətinizə görə minnətdaram. Min illərdir xalqımızın qəlbində İsmail Qurbanı adıyla yaşayan, gəlib bu dövrümüzə, bu günümüzə çıxan Qurban Bayramı bu il 2025-ci iyun ayının 6-cı günə təsadüf edilir. İlk əvvəl kəndimizin ziyanlar adından, ağsaqqallar adından bütün Azərbaycan xalqını, o cümlədən Zəncirliğin kənd əhalisinin hər birini Qurban Bayramı münasibəti ilə təbrik ediyorum. Allah'tan her birine can sağlığı, Allah'tan her birinin sünnəsinə uzun bərəkət, Allah'tan her birine ailesine hoş qıradan həyat arzu ediyorum. Ve böyük Allah'a dua edirik ki, her birinin kəsilən qurbanını Allah Teala qəbul etsin. Amin. 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 Ve bu güzel bayram günlerinde kendimizin cavanları, hem kentde yaşayan işleyen cavanlar, hem de Rusya devletinde yaşayan işleyen adamlar, gençlerimiz, kendimizin kasıb, imkansız ailelerine, şəhid ailelerine, qazi olan ailelere bayram hədiyyəsi eləmək qarşılığına məqsəd qoydular. Bu məqsədlə müəyyən miqdarda vəsait toplanıb və hər bir ailəyə 3 kilo miqdarında ət və bəzi tam imkansız ailələrə pul məbləğində bayram hədiyyəsi vermək nəzərdə tutulubdur. Könüllüler tarafından maşınlar təşkil olunur, könüllüler tarafından adamlar özü razılığını verip her birine bugün çatdırılacaq həmin hədiyələr. Və mən də kendim bir yaşlı sakini kimi bu təklifi irəli sürəm, bu təklifdə iştirak edəyəm, bu vəsaiti öz çətinliklə qazandıqları vəsaitdən qazançlarını ayırıb kendimizin kasıb insanları üçün sərf eləmə eyləyən insanların hər birine minnətdarlığını bildirirəm. Allah canlarını sağ eləsin, Allah üzlərini ağ eləsin, başlarına uca eləsin ki, xalqın dar günündə də bu xalqdan köməklərini əsirgəməyiblər. Bugün bu əziz bayram günündə də məqsədlərinə qarşılarına məqsəd qoyurlar ki, bayram hədiyyəsi eləsinlər. Allah qazançlarını çox eləsin, üzləri ağ eləsin, başları uz olsun. Hamısını öpürük, almışlayırıq, hamısına minnətdarım. Bütün kənd ağsaqqallar adından, kənd ziyanlar adından hamısına minnətdarım. Öpürəm hamısını. Sağ olun.